Dostlar, bilirsiniz ən qədim büt hansıdır? Ümumiyyətlə insanlıq tarixinə baxanda görsənir ki, ən qədim bütlər tanrıça bütləridir. Yəni söhbət insan fiqurlarından gedir, amma həmin insan fiqurları qadın cinsinə aiddir. Və tarixə baxanda görürük ki, çox qədim zamanlardan günümüzə gələn çoxlu sayda qadın bütləri mövcuddur. Məsəl üçün, indiyə qədər insan övladı düşünürdü ki, ən qədim qadın bütü, yəni ən qədim tanrıça əsasən Türkiyə ərazisində tapılan Göbəkli Təpə ziyarətgahına aiddir ki, orada Qıbələ adında bir qadın bütü tapılmışdı. Onun təxminən 11.000-12.000 il yaşı var. Bu iri sinəli, iri çanaqlı bir qadın bütündən ibarətdir. Bu da əsasən nə ilə əlaqələndirilir? O ilə əlaqələndirilir ki, həmin dövrdə insanlar əkinçiliyə başlamışdı. Əkinçilik nədən ibarətdir? Əkinçilik torpağa toxum atırsan, torpaq isə sənə məhsul verir. Buradan isə nə yaranır? Buradan isə o yaranır ki, torpaq anadır, torpaq doğur, ana doğur və ana tanrıdır, ana yaradır. Lakin arxeoloji kəşflərə baxanda aydın olur ki, heç də ən qədim tanrıça fiqurları həmin o Göbəkli Təpəyə aid deyil, ondan əvvəlki tarixə aiddir. Məsəl üçün, tarixə baxanda görürük ki, Landetsk tanrıçası var, təxminən 25.000 il əvvələ aiddir. Moraviya tanrıçası var, Çex ərazisindən tapılıb, o da təxminən 30.000 il əvvələ aiddir. Yaxud ondan daha qədimə aid olan Şvabsk Alp tanrıçası var. Bu da Şvabsk Alp dağlarının ərazisində tapılıb, Almaniyadan söhbət gedir. O da 40.000 il əvvələ aiddir. Lakin bütün bunlar bizim aid olduğumuz Homo sapiens cinsinə aiddir. Yəni bizim aid olduğumuz cinsin yaratdığı, düşündüyü, ortaya çıxartdığı tanrıçalardır, qadın bütləridir. Amma bundan da maraqlı bir məsələ var. Əldə elədiyimiz ən qədim qadın bütü, yəni tanrıça hansı dövrə aiddir? 300.000 il bundan əvvələ aiddir. Yəni insanın, arxeoloqların əldə elədiyi, tapdığı ən qədim tanrıça bütü təxminən 300.000 il əvvəl aiddir və bu tanrıçanı Homo sapiens cinsi yox, Homo erectuslar düzəldiblər. Fikir verin, görün nə qədər maraqlıdır. Homo erectuslar. Deməli, matriarxal ənənəsi, yəni ana tanrı ənənəsi heç də bizim əkinçiliyə başladığımız dövrdən ortaya çıxmayıb. Ondan əvvəldən hər zaman insanlar görüblər ki, hətta ovçuluq dövründən, yığıcılıq dövründən ortaya çıxır ki, hər zaman insanlar görüblər ki, qadın ortaya yeni bir insan çıxardır, qadın doğur, deməli, qadın tanrıdır. İnsanların şuurunda qadın tanrı olaraq formalaşmağa başlayıb. Ona görə də eyni zamanda bu ənənə qədim, yəni bundan 300.000 il əvvəl yaşamış Homo erectusların ənənəsində də ortada olub, mövcud olub. Buradan o qənaətə gəlmək olur ki, Homo erectusların da bir inancı var idi, bir ənənəsi var idi, bir axirət anlayışı var idi və müəyyən mənada tanrı inancı var idi. Tanrı inancına əsasən bütlər formalaşdırmışdılar. Və bizim tapdığımız ən qədim büt qadın formasında olan bütdür. Ona Berehat Rama Venerası deyirlər, bizim dildə. Berehat Rama tanrıçası deyirlər və həmin o Berehat Rama tanrıçası bugünkü İsrailin o əldə elədiyi Qolan təpələri ərazisində tapılmış